Layihə əsaslı öyrənmə metodunun praktiki nəticələri tələbələrin hazırladığı innovativ və funksional dizayn layihələrinin sərgisi keçirilir. Ölkədə ilk dəfə baş tutan sərgidə diqqət çəkən hansı layihələr təqdim olunur? Əməkdaşımız Fidan Mədətovadan öyrənək. Fidan, salam, hər vaxtın xeyirli olsun. Buyur, sənə işlək. Salam, hər vaxtınız xeyir olsun. Bugün Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn Məktəbinin PBL metodu əsasında, yəni layihə əsaslı öyrənmə metodu əsasında yeni bir proqramının praktiki nəticələri ilə tanış olunması üçün sərgi keçirilir. Həm həmin metodun nə olduğu ilə bağlı, eyni zamanda da bunun nəticələri ilə bağlı, sərginin əsas mahiyyəti ilə bağlı olan detalları sizlə bölüşməyə çalışacağım. Bəli, əslində sizin hazırda görüntüdə gördükləriniz məhz İqtisad Universitetinin Dizayn Məktəbinin tələbələrinin semestr boyunca, yarım il boyunca məhz layihələridir. Hansı ki, onlar məhz Dizayn Məktəbi nəticəsində bu layihələri hazırlayıblar və bugün də onların təqdimatı mərasimi keçirilir deyə bilərik sərgi şəklində. Belə ki, məhz bu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq olunan bir metoddur və layihə ölkədə ilk dəfə məhz İqtisad Universiteti tərəfindən keçirilir. 64 layihə təqdim olunub. Ənənəvi tələbələrlə müqayisədə məhz bu tələbələrin nəticələrinin daha yüksək olduğu bildirilir. Ənənəvi qaydadan fərqli olaraq tələbələr 1-2 layihə üzərində işləyirlər. Layihədə tələbələr öz ideyalarını reallaşdırmaq imkanı yaradır və süni intellektin verdiyi imkanlardan da məhz onlar yararlana bilirlər. Belə ki, məhz öz layihələrində süni intellekti də tətbiq eləyirlər və məhz bəli, bu şəkildə hazırda onların təqdimatı mərasimini də məhz görüntülərdən müəyyən qədər sizlə bölüşməyə çalışırıq və məhz bu şəkildə tələbələrin dizayn bacarıqları üzə çıxarılır və bu məqamı da son olaraq vurğulamaq istəyirəm ki, tələbələr məhz bu şəkildə onların qiymətləndirilməsi prosesində gəldikdə isə onlar imtahan prosesində iştirak eləmirlər. Məhz elə semestr boyunca, yarım il boyunca hansı ki, layihələr hazırlayıblar, məhz onların hazırda təqdimatı keçirilir. Elə bunların nəticələrinə uyğun şəkildə də tələbələr qiymətləndirilirlər deyə bilərik və bunu da qeyd edəcəyik ki, məhz bu layihəyə dünya təcrübəsinə əsaslanaraq həyata keçirilir ölkədə və xarici ekspertlər məhz bunun həyata keçirilməsi üçün belə deyək, hazırda layihəyə məhz Dizayn Məktəbində dərslərdə xarici ekspertlər iştirak edirlər və bəli, görüntüləri sizə təqdim eləməyə çalışırıq. Hazırda gördüklərinizin hər biri tələbələrinin Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn Məktəbinin tələbələrinin əl işləridir. Bəli, bizim bu İqtisad Universitetindən hələ ki son çatdıracağımız informasiyaları bu qədər idi. Sözü yenidən xəbər mərkəzinə ötürürəm.